İslam hızla yayılıyor. Dünya genelinde açıklama Amerika merkezli araştırma şirketi Pew Research tarafından yapıldı. Pew, 2017'de yayımladığı başka bir raporda İslam'ın 2075'e kadar dünyanın en büyük dini olacağını aktarmıştı. Son araştırma bunun daha erken olabileceğini ortaya koydu. Burada otura Müslüman ülkəsində olurlar. Bu insanlar İslam'a qarşı danışırlar. Hicaba qarşıdır. Halbuki baxırsan ki, Avropa və sair yerlərdə görürsən ki, necə qoruyurlar onlar. Bir qardaş danışır ki, bu Hristiyan nə dedi? Bu dedi ki, bu İsa Aleyhisselam olsaydı, İsa Aleyhisselam bunun kimi hərəkət edərdi. Müsəlmanı göstərirdi ki, İsa Aleyhisselam olsaydı bu cür nə eləyərdi? Doğru, dürüst olardı, əli əyri olmazdı, yalan danışmazdı. Bu sifətləri görür də, baxar bu yana, dialoq yoxdur, bu İslam, bu Hristiyanı ola bilməzdi. Hristiyan İsa Aleyhisselam olsaydı bu cür nə eləyərdi? Əksinə belə insanlara nəsihət eləmək lazımdır ki, danışsınlar ki, məktəblərdə dini dərslər salsın. Vallahi məktəbdə hər dərsliklərin içində dini dərslər, Peyğəmbər sallallahu haqqında məlumat olmalıdır. İslam dini haqqında məlumat olmalıdır. Çünki baxsın Avropaya, Qərbə baxsın, görürsən onların kitablarına Xristianlar haqqında və yaxud da Yahudi haqqında var məlumatlar.